Salam, hər vaxtınız xeyir olsun, necəsiz? Deməli, bu kanalda biz avtomobilin hər şeyindən danışırıq. Avtomobilin təmirindən, alınmasından, satılmasından, nəm texniki qulluğundan, texniki hissələrindən, hansı hissə necə işləyir ondan, hər şeydən danışırıq. Amma bu dəfə avtomobil barəsində danışmaq istəmirəm, sürücülər barəsində danışmaq istəyirəm, yol mədəniyyətindən danışmaq istəyirəm. Bax, o avtomobilin arxasında yazılıb ki, "Uspakoysa, не signal." Signal vermə yazılıb. O yadıma, onu gördüm, bu videonu çəkmək istədim. Özdə çox gözəl yazıb. Hızlı ilə yazıb. "Uspakoysa, не signal." Deməli, düzdür, radioda, televiziyada bu mövzu haqqında həddindən artıq çox danışırlar. Həddindən artıq çox. Çox mövzular var bunlar barəsində. Amma mən də istədim ki, öz fikrimi deyim. Yol mədəniyyəti. Bilirsiniz, yol mədəniyyəti yolda formalaşan bir şeydir. Bir də təhsillə formalaşan bir şeydir. Tərbiyə ilə formalaşan bir şeydir. Mən elə fikirləşirəm. Mənim sürücülük müəllimim Polkovnik Talibov Əziz olub. Cənab professor. Bizim bu sürücülük kursları, dərsliklərinin müəllifi. O bizə yolda hər bir şeyi öyrədirdi. Yolda rəftar üçün hər bir şeyi öyrədirdi. Hər bir şeyi. Baxmayaraq ki, yalnız belə deyək də, biz ancaq siz onun testlərini görmüsünüz filan bəs məkanın. Biz birbaş onun dərslərində özündə iştirak eləmişik. Özdə bizim sürücülük dərsimiz uzun müddətli olub da. Yəni bu sürücülük məktəblərindəki kimi qısa deyil. Mən professional kateqoriyalı sürücüyəm. Ona görə bizim dərslərimiz uzun olurdu. Biz sürücülük vəsiqəsini zil sürərək almışdıq. Amma o zili sürəndə belə o bizə onu öyrədirdi ki, daha doğrusu bizim o sürücülük müəllimlərimiz bizə onu öyrədirdilər ki, yolda mədəniyyətli olmaq lazımdır. Mədəniyyət dediyimiz sırf hər hansı bir hərəkətlər kompleksindən ibarət olan xarakterin bir üzə verilməsidir. Mənə belə gəlir. Konfliktdən qaçmaq, yolda bir-birinə hörmət eləmək, siqnal verməmək, ara məsafəsi saxlamaq, ara məsafəsi saxlanılan yerdə həmin məsafədən istifadə edib avtomobili ora dürtüşdürməmək, parking mədəniyyəti, sonra bu butulka effekti olan yollarda, onsuz da bizim yollarımız bərbad vəziyyətdədir. Görürsünüz, hal-hazırda mən yolla hərəkət eləyirəm. Bura Pirşağı kəndinin içidir. Yol bildiyiniz, yəni bərbad vəziyyətdədir. Yəni blokları nə vaxt düzəldəcəklər bilmirəm, amma çox bərbad vəziyyətdədir. Belə yollarda bir-birinə qarşı hörmət saxlamaq. Azərbaycan dilində o zamoka nə deyirlər? Türk dilində fərmuar deyirlər. Fərmuar effektini təşkil eləmək. Necə ki, məsələn, bir avtomobil keçir sağdan, o birisi soldan, biri sağdan, biri soldan. Operativ nəqliyyat vasitələrinə yol vermək. Yol verərkən onların arxasıca düşüb onun açdığı yoldan istifadə etməmək. Nələr qaldısa siz kommentlərə yazarsınız. Bunlar hamısı bir mədəniyyətdir. Bir mədəniyyətdir. Lazımsız, lüzumsuz yerə siqnalı basır. Sanki yəni mən o svetoforu gözləmirmişəm kimi. Mən də sənin kimi o svetoforda dayanmışam. Mən də sənin kimi getmək istəyirəm. İstiqamətimi götürmüşəm, getmək istəyirəm. Mənim də o svetoforun qırmızı yanmasından xoşum gəlmir. İstəyirəm ki, svetofor açılsın, çıxım gedim. Sən mənə arxadan siqnal verəndə nə baş verir axı? Mən yenə də öz bildiyim kimi hərəkət eləyirəm də. Yəni yenə də yol hərəkəti haqqında qanun necə tələb eləyirsə, o cür hərəkət eləyirəm. Bilmirəm. Bu videonu çəkməkdən məqsədim odur ki, çağırış eləmək istəyirəm.
Hə, sonra gecə vaxtı avtomobili idarə edərkən qabaret işıqlarını söndürürlər. Siz də arxa görüntü güzgüsündən onu görmürsünüz. Dərhal peyda olur və başlayır uzaqvuran işıqları yandırıb söndürməyə. Sanki yəni yerdən çıxmış kimi bir avtomobil belə peyda olur yerdən. Şəxsən mən həmin anda özünü itirən sürücünü qınamıram. İndi bəzilərimiz idarə eləyə bilirik avtomobili, saxlaya bilirik, bir küncə çəkə bilirik, həmin şeyə reaksiya verməyə bilirik. Amma elə sürücülər var ki, onlar hələ ki yolda belə deyək də naşıdırlar. Xam sözündən xoşum gəlmir. Naşıdırlar. O həmin o vəziyyəti görəndə artıq avtomobili bilmir neynəsin, hansı tərəfə çəksin, neynəsin, sənə necə yol versin. Mən avtomobili sağa çəkirəm ki, təcili tibbi yardım maşınını buraxım. Sən də mənim avtomobilimi sağa çəkməyimdən istifadə eləyərək mənim haqqımı yeyirsən, mənim yerimə girirsən. Mən bu ara məsafəsini saxlayıram ki, sürətdən asılı olaraq, təhlükəsiz hərəkət eləyim. Təhlükəsiz. Sən gəlirsən avtomobilimi soxursan bu araya, mənim bu təhlükəsiz hərəkətimi təhlükəli vəziyyətə çevirirsən. Ötmə əməliyyatını düzgün yerinə yetirmirsən və yaxud da ki, mənə ötmədən mane olursan, mən ötməyə çıxanda sən də qazı basırsan, mən qazı basıram, sən də qazı basırsan, qoymursan məni keçməyə. Bilirsiniz də, yəni bu inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Bunlar hamısı insanın xarakterindən, mədəniyyətindən irəli gələn şeylərdir. Yolda bir-birimizə hörmət eləmək bizi daha təhlükəsiz mənzil başına çatdırır. Daha effektiv şəkildə hərəkət eləməyimizi təşkil edir. Gəlin bu hərəkət qaydalarına riayət eləyək. Bu yol mədəniyyətinə riayət eləyək. Bir-birimizə hörmət eləyək. Hətta elə yerlər var ki, orada yol hərəkəti qaydaları işləməsə belə, sürücülər öz aralarında razılaşmalıdır. Bu razılaşmanı uzundərə bir söhbətə çevirmək lazım deyil. Saniyələr ərzində qərar verib həll eləmək lazımdır. Nə bilim, mənim fikirlərim belə. Sizin də fikirləriniz varsa kommentlərə yazın. Bilmədim, yəni orada o Pirşağı kəndinin içində, daha da körpüdə şeye düşdüm, o pis situasiyaya düşdüm. Ona görə qərara gəldim ki, bunu bir nə bilim, deyim də belə ürəyimdən keçəni deyim. Mənim də belə bir 30.000 izləyicim var da. Qoy bunlar da öz fikirlərini desinlər. Bunlar da mənimlə bölüşsünlər. Bəlkə mənimlə razı olan var bunların arasında. Bəlkə var sizin aranızda mənimlə razı olan. Bəlkə razı olmayan var. Yazacaq ki, kişi deyən də sürürük də necə bacarıq. Bəlkə belə yazacaq. Yolda qalmayın.